mən bundan əvvəl bir video paylaşdım və orada qarşı tərəfdən olan bu Qasim adlı adama bildirdim ki, sənin dediyin kimi üzü bağlı şəkildə də olsa olar, eyb etməz, münazarəyə hazırıq, amma Quran yuharrifunəl Quran, Quranın təhrifi məsələsində danışmağa gücünüz yetirmi? Bunu danışa bilərsinizmi? Buyurun, gəlin danışaq. Sonra qayıdıb deyir ki, mən əvvəlcə mənim dediklərim var, mənim şərtlərim var, mənim mövzularım var, səhabələr mövzusu və s. Başqa bir iki dənə də mövzu deyir orada. Yəni bu adam bildirir ki, ilk öncə mən sizdən münazara üçün mövzular qoymuşam və bu mövzu üzrə münazara etmək sizi dəvət etmişəm. Və bu adam orada bildirir ki, bu mövzularda zəifsinizsə çıxın, deyin ki, zəifik. Etiraf edin. Yox, elhamdülillah biz zəif deyilik. Biz hər zaman danışmışıq. Özdə necə var danışılıb bu məsələlər barəsində. Amma siz açıq aydın etiraf edin ki, iki ən böyük məsələdə əsas. Digərlərinə hələ girmirəm. Tövhid heç sizin elm əhliniz 90% danışmır. Hətta bəziləri bildirib yarımçıq yerimizdir. Bəziləri bildirib biz yalnız ebatlarda istifadə edirik. Bu bir. İkinci ən böyük məsələ də Quranın tərifidir ki, bu məsələdə bunlar danışmaqdan hər zaman qaçırlar və qaçırlar. Danışmaq istəmirlər. Çünki alimlərinin 90% bunu bildirib və kitablarının 90%-də bu məsələ haqqında bildirilib. Adam deyir ki, biz heç vaxt qarşı tərəflə danışdığımızda onlara quduran it və s. cümlələr, etik qaydadan kənar cümlələr işlətmirik və s. İndi baxın görək, bu adam həqiqətən doğru mu deyir, yoxsa yalan deyir. Diqqətlə baxın. Baxın, Vahabi yalanları fırıldaq qövmünün növbəti ifşası. Fırıldaq. Təhqir deyil. Təhqir deyilsə o zaman ən böyük fırıldaqçı sənsin. Nə yazır? Baxın nə yazıb? Subhanallah yerinə Subhanallah. Açıq aydın görünür ki, bu adamda bəzi sorunlar vardır. Sonra baxın digər bir videoda nə yazıb? Yenə burada da yazır ki, ay fırıldaqlar. Ay fırıldaqlar. Özdə fırıldaq yox, fırıldaqlar cəmdə gəlir. Əhl-i sünnəyə fırıldaqlar deyə bir xitab edir bu adam. Əbu Bəkir, Ömər, İbn Teymiyyə, münafiqin 3 sifəti. Əhl-i sünnənin 1 milyard 700 milyona yaxın bir ümmətin, bir tayfanın sevgi göstərdiyi, hörmət bəslədiyi 3 şəxsə, hələ birini kənara qoyuram, əsas 2 şəxsə gör nə deyir. Əbu Bakır və Ömər 3 münafiqin sifəti. Münafiq pis söz deyilsə sən münafiqsən. 18 Pilyus Ayşə kişilərin qabağında quzul alır. Radiyallahu anhə, müminlərin anası. Böyük bir cəmatın, 1 milyarddan yuxarı bir ümmətin, tayfanın, qovmin hörmət bəslədiyi, ana dediyi bir adama 18 Pilyus yazır. Sonra aşağısında utanmayaraq yenə 18 Pilyus birbaşa Ayşə yazır. Sən necə bir insansan, sən necə bir adamsan? Sonra da bizim bir dənə mulhid sözümüzə inciyir, mulhid sözümüzdən küsür ki, sən niyə mulhid deyirsən? Halbuki o təhqir deyil, şəri, islahi, dini məsələlərdə bir-biri ilə danışanda, bir-birinə cavab verəndə deyilən bir termindir. Cavab verilərkən Şeyxülislam İbn Teymiyyə rahimehullah orada o nəsə gətirir yalandan, boş söhbətdir. Şeyxülislam İbn Teymiyyə bunlara cavab verərkən bəli mulhid deyib, mübtədi edib, bunlar bir termindir, istifadə etmək olar. Amma 18 Pilyus insan dışı bir şeydir, ağlanmaz bir şeydir. Sən orada adam bizə ərəb dilini öyrədirmiş kimi güya bizə xətalar tapıb, bizə nəyisə öyrətməyə çalışır. Bu 4-cü mövzu olsun, mən səni ərəb dilində qrammatik olaraq münazara etməyə çağırıram. Ərəb dilində sorğu-sual ediləcək və ərəb dilinin qrammatikalarından ən ağır bölmələrindən danışacağıq. Güya ki, xəta tapırsan. Bu xəta deyil. Bu sənin zəlalətindən gələn bir şeydir ki, bilmirsən nə edəsən, belə şeylər ortaya çıxardırsan. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nud daimu ala a'daihim ecma'in. Deməli, bir müddət bundan qabaq Vəhabilərdən biri güya səhv tuturdu və biz bunun 5 kəlmədən ibarət olan kitabın adında 3-4 səhv etdiyini qeyd elədik və küsdü. Başladı ki, yox, mən düz oxumuşam, başladı israr etməyə. Deməli, əvvəlcə bu cür oxuyurdu. Əd-Duraru Saniyyə fil əcvi bə'ətin nəcdiyyə. Buna izah elədik ki, qardaş, Əd-Duraru Saniyyə deyil, Əd-Duraru Səniyyədir. Bu 2 dənə səhvindir. Fil əcvi bə'ə deyil, əyin deyil. Elə əyin deməklə ərəbcə danışmaq bilinmir ki. Belə deyil ki, elə əyin eləginən deyəcəklər, bu ərəbcə bilir. Fil əcvi bə'ətin nəcdiyyədir. Sonra gəldi ki, yox, mən əcvi bə'ə deməmişəm, əcvi bə'ətin nəcdiyyə demişəm. Dedik, bu da səhvdir. Və bu adam israr edir ki, yox, bu etdiklərim düz deyil. Mən əvvəla bizi eşidən başqa ərəbcə, hətta ibtidai, çünki bunlar ibtidai səhvlərdir. İbtidai savadı olan Vəhabi, özünə sələfi deyən, ərəbcə bilənlərdən də istəyirəm ki, bu şəxsi izah eləsinlər. Ki, bu adam düz deyir, yoxsa yox, başa salsınlar bu şəxsi. Və israr elədi, üzr istəmədi, biz zaten üzr də istəmirik, sadəcə səhvini bilsin ki, düz söz demir. Və sonra güya bizə deyir ki, gəlin
Quran təhrifi haqqında danışaq. Mən dedim ki, birinci mən bütün özünə sələfi deyənləri demişəm ki, gəlin səhabə adını bəhs eləyək, ondan sonra xəbəriyyə sifətləri enmə qalxmaq bəhsi var. Deyirsiniz biz Qurana sünnəyə söykənirik, bunu bəhs edək. Ondan sonra şirk, təvhid məsələləri ki, deyirsiniz ki, şiələr, müşriklər, bunu bəhs edək. Və bu adam bu bəhsə gəlmir, qaçır, söz atıb, mövzu atıb ortaya ki, yox, yuhərrifunəl Quran, Quran təhrifindən danışır. Sən bunu əvvəl gəl bəhs edək, əgər hünərin varsa, ondan sonra Quran təhrifində bəhs edərik. Sənə Quran-ı Kərimin təhrif edilmədiyinə dair dəlillərimizi qeyd eləyərik, sənin kitablarında təhrifi göstərərik, səndən tələb eləyərik ki, buna cavab ver. 90% şiə alimləri deyirsən Quran təhrifinə etiqad edirlər, sübut eləyərsən bizə, əvvəlcə şiə alimlərin statistikasını sübut eləyərsən nə qədərdir, sonra 90%-nə bizə isbat eləyərsən ki, necə olur 90%-i Quranın təhrifinə etiqad edir. Sən əvvəlcə gəl bunları bəhs edək, əgər qaçmırsansa. Bu isə bizə deyir ki, yox, bunu bəhs eləyiblər. Güya bu məsələlər barədə danışılıb, səhabə ədaləti, şirk, təvhid danışılıbsa gəl danış da. Və sonra deyir ki, sizin əsas iki məsələniz Quran təhrifidir. Bir də şirkdir ki, bunlarda güya kimsə buna deyib ki, biz yarımçıq və s. qardaş. O kim sənə deyib, üzüb qoşursa, onları boşla. Mən açıq-aşkar deyirəm ki, kim gəlir gəlsin, açıq-aşkar YouTube üzərindən debat eləyək. Səhabə ədaləti, xəbəriyyə sifətləri, şirk, təvhid mövzusu. Gəlirsən, gəlmirsən, növbəti mövzuda gəlirəm deməsən, sənə bundan artıq da cavab verilməyəcək. Sonra mən ötən bəhsdə dedim ki, biz heç kimə Quran etməmişik. İndi gəlib ki, bu adam güya Qasım Səfərov deyir ki, biz heç kimə Quran etməmişik. İndi güya əleyhimə dəlillər qoyur orada. Bəli, mən Quran etməmişəm heç kimə. Gətirdiyim məsələlərin də bəli izahı var. Sonra ki, əleyhimə dəlillər gətirir, oradan videolarımı qoyub Vəhabi yalanlara fırıldaq qövmün növbəti ifşası. Deyim, fırıldaq təhqir deyil. Qardaş, fırıldaq eləməyin, qoymayaq. Fırıldaq eləyirsiniz, yazırıq da. Biz təhqir o adamı olar ki, fırıldaq eləmir, dürüst adamdır, ona deyirsən fırıldaqçı. Sən fırıldaq eləmirsən, sənə kim fırıldaq eləyib, buna deyirəm fırıldaqçı. Biri oğurluq eləyəndə deyirəm oğru, biri alçaqlıq eləyəndə deyirəm alçaq, biri yalan danışanda deyirəm yalancı. Təhqirdir bu. Yəni, nə var odur da. Sonra yazıların birində Subhanallah əvəzinə Subhanallah yazısı gedib bizim YouTube kanalının yazı hissəsində. Bu bunu acığına gəlib. Salsəlləm Subhanallah deyənlər sizlərsizə. Əlhəmdülillah tənqid eləyə, necə deyərlər, başınıza vura-vura o sözü düzəltmişik, əlhəmdülillah. Ərəb camiəsində, Azərbaycan camiəsində salsəlləm deyirsiniz. Subhanallah deyirsiniz. Bizə demişik ki, qardaş, bunlar səhvdir də. Görsən, demişik artıq təsir eləyib sizə. Yavaş-yavaş düzəlirsiniz. Sonra yenə bir video gətirir, ay fırıldaqlar deyir, əhl-i sünnəyə cəmdə fırıldaqlar deyir. Xeyr, qardaş, kim fırıldaq eləyib ona demişəm. Şəkil də qoyulub ora, həmin şəxsin vəkili deyilsən ki, həmin şəxs çıxsın, sübut eləsin ki, mən fırıldaq eləməmişəm. Sonra bir videomuzu şəklini qoyub ora, Əbu Bəkir, Ömər, İbn Teymiyyə, münafiqin 3 sifəti. Bu hissəsinə, bunun bəhsini nə qədər gülmüşəm. Deməli, adam ərəbcə oxuya bilmir, cəhənnəm bir yana. Əl-Əzviba'ətin Nəcdiyyə, Əd-Durar-ı Saniyə və s. Azərbaycanca da oxuya bilmir. Əbu Bəkir, Ömər İbn Teymiyyə yazmışam, nöqtə qoymuşam. Yəni, bu şəxslərdən danışırıq. Sonra böyük hərflə yeni cümlə başlayıb, yeni ifadə, münafiqin 3 sifəti. Hədisdir bunlarda. Yalancı sözü də gedir o hədisdə. 3 sifətindən biri. Bu deyir ki, 3 münafiqin sifəti. Yəni, milyarddan çox müsəlmanın hörmət etdiyi Əbu Bəkir ki, mən münafiq demişəm. Bu adam dindar olmasaydı, mən deyərdim, yəqin içkilidir bu adam. Bu adam Azərbaycanca oxuya bilmir. Yəni, sən o yazını oxuya bilmirsən ki, münafiqin 3 sifəti demişəm, 3 münafiqin sifəti deməmişəm. Bir gir mövzuya bax, gör söhbət nədən gedir. Orada Əbu Bəkir Ömər özü deyir ki, ya Əli, sən və Abbas Əbu Bəkiri və məni yalancı, fasiq, xain və fasiq hesab etdiniz. Kəzibən, əzimən, qadirən, xaina. Və münafiqin sifətlərindən bir də yalançılıqdır. Sonra daha gülməsi nədir? 18 plus qoymuşuq aşağıda, daha doğrusu mötəzə açıb 18 plus qoymuşuq, yazmışıq ki, Ayşə kişilərin qabağında qüsl alır. Və yaxud 18 plus Ayşə yazmışıq ki, yəni 18 yaşından aşağı adamlar baxmasınlar bu videoya. Təhqir edilib burada xanım Ayşə, Peyğəmbərin xanımı, sallallahu aleyhi və aleyh. Bu 18 plusu necə başa düşüb aləmində deyib Ayşəyə 18 plus deyirsən. Yəni bu adam normal Azərbaycanca sözlərdə oxuya bilmir və başa düşə bilmir. Sonra deyir ki, mən mulhid demişəm, bu təhqir deyil şiələrə, şəri istilahi dini məsələdən mulhid deyirlər. Bu da təhqir deyil, fırıldaq da deyirlər. Yəni sənə görə o təhqir deyil, mənə də görə bu təhqir deyil. Biri ərəbcədir, biri Azərbaycancadır. Yəni adam öz aləmində düzür qoşur, özünü haqlı çıxarmağa çalışır. Sonra deyir ki, mən Şeyxülislam İbn Teymiyyə gətirmişəm və yalandan, nə yalandan? İbn Teymiyyənin kitabını qoydum qabağa ki,
Əllamə Hillaqın rahimehullah deyir, daha yaxşı olardı vəsf edilsin nəcasətlə. Budur yalan. Yalan sənin Şeyxülislam İbn Teymiyyandır ki, 28 dənə videosunu düzəltmişik, yalanlarını göstərmişik. Buyur cavab ver. Hardadır yalan? Minhəcü Sünnətin Nəbəviyyə adlandırdığı kitabdan dəlil gətirmişik ki, deyir sahabələrin, təbiinlərin çoxu əlini söyürdü. Budur yalan. Deyir innə kəsirən minəs-sahabəti və təbiinə kanu yubghidunahu və yasubbunahu və yuqatilunahu. Bir çox sahabi və təbiin əlini söyürdü, ona buğz edirdi və onunla müharibə edirdi. Bu yalandır. Sonra deyir ki, mən səni ərəb dilindən qrammatika münazirəyə çağırıram, ən ağır bölmələrindən. Sənə ən yüngül bölmələrindən də sual verərik, amma sahabə ədaləti, şirk, təvhid və dediyim kimi xəbəriyyə sifətlərini qorxmursansa gəl, tərtiblə bunları bəhs edək. Yəni gündə bir dənə mövzu açıb, gündə bir budaqdan budağa atlanmaq lazım deyil. Sənə zaten onsuz da inadkar insansan, onu ki qəbul etmirsən, Əd-Durar-ı Saniyyə deyirsən düz demişəm, Fil Əcvibətin Nəcdiyyə deyirsən düz demişəm, gəl onları özündən savadlı bir şeyxlərindən soruş gör düz demişsən yoxsa yox, ondan sonra gələrsən. Biz çox Vəhabiyyə rəddiyə vermişik, çoxunun batıl əqidəsini ifşa etmişik, dediklərini göstərmişik, fırıldaqlarını, yalanlarını, fırlatmalarını. Bu cür adam biz indiyə kimi görməmişik. Yəni adam deyir ki, mənim dediyim səhv deyil, sənin zəlalətindir. Yəni Əd-Durar-ı Saniyyə Fil Əcvibətin Nəcdiyyə sözü deyir səhv deyil, bu sənin mənim zəlalətimdir. Yəni əcəb adamdır. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.